Qabil əxlaqsızdır üçün əsas olan erməni ağalarına yaltaqlanmaqdır. O bunun üçün hər cür həyasızlığa əl atmaqdan çəkinmir. Bu mən başa düşürəm, bu kimdir? Vəkil. Qabil əxlaqsızlığı üçün əsas olan erməni ağalarına yaltaqlamaq. Yəni mənim erməni ağalarım var imiş. Bu yazdı bu. Fidandır, şitildir, fidandır, nə da şey başıdır. Bana görsənə, o bunun üçün hər cür həyasızlığa əl atmaqdan çəkinmir. Mən boş bir şey bilmirəm. Mənim erməni ağam var idisə, elə erməni tərifləyərdim də. Mənim erməni ağam var idisə, bizə və erməni mətbuatı Avropada ən güclü mətbuatdır. Bir dəfə məni çıxardardılar da mətbuata. Bir dənə mənə dəstək verərdilər də. Mən erməni dəstəkləyirəmsə, oradan pul alıramsa, bir dəfə erməni ilə irəli deyərdim, bir erməninin təbliğadım. Bir dənə biz tərifləyirik hər zaman Paşinyanı demokratik olduğuna görə, Rusiyaya boyun əymədiyinə görə, Avropaya tərəf meyilləndiyinə görə biz Paşinyanı həmişə sevirik. Üstəlik də Sarkisyan, Kaçaryan olsaydı erməniləri o torpaqdan çıxmayacaqdı, yəni o torpaqları verməyəcəkdilər. Heç olmasa Rusiyanın dəstəyi ilə, onlar Rusiyanın köpəyidir, Rusiyanın dəstəyi ilə, Rusiyanın Paşinyana qəzəbindən dolayı Qarabağda, Azərbaycanda ermənilərdən təmizlənsə də Rusiyanın himayəsi altına keçdi. Bu saat Putin icazə vermir orada bir dənə toyuq cücəsi saxlamağa. Bu saat orada Putin icazə vermir. Berlində, Londonda, binanın başında hər yerdə saxlamaq olar da heyvan, toyuq, cücə. Amma Qarabağda olmaz. Yəni bu adam danışır burada, yəni belə troldür da, aydın məsələdir. Vaxt var idi, Qabilin başına ermənilər pul qoyurdu. İndi, dəyərli həmvətənlərim, indi Qabilin başına Bakıdakı ermənilər pul qoyubdu İlham Əliyev. Köpək olur köpək qızı. Qabilin erməni əlaqəsi olsaydı, Qabilin erməni ilə əlaqəsi olsaydı, qohumluq olsaydı, ya pula görə erməniyə satılmış olsaydı, Qabil əməlli başlı gün görərdi də, niyə burada zülüm çəkir? Niyə burada zülüm çəkir? Qabil belə şərəfsizlik eləsəydi, indi hakimiyyət onu çoxdandan çıxardıb ortaya qoymuşdu. Hakimiyyət çoxdandan çıxartmışdı, o hər şeyi ortaya qoymuşdu. Görürsünüz mü? Dəyərli həmvətənlərim. İndi nəysə, mən insanlara dedim, Balakəndən dedim, Balakəndən mənə məlumat lazımdır dedim. Bir nəfər o ləzgi qardaş ki, onu qeydiyyata almışam. Başqa bir nəfər mənə çıxmadı ki, qardaş, Balakəndən, yox, bir nəfər yazdı, Balakəndən məlumat lazım olsa verəcəm. Bir nəfər yazdı. O da yazdım ki, nə bilirsənsə de gəlsin, hələ səs çıxmayıb. Balakən, Zaqatala, Xaçmaz, Xudat, bu bölgələrdən Quba daxil, bu bölgələrdən məlumat istəyirəm. Şimal bölgələrimiz çox baxımsız qalır, çox sakitçilikdir. Birdən cəmaatı orada təmiz qırıb qutararlar. Baxın, görün, orada məlumatlar lazımdır bizə. Dəyərli həmvətənlərim, adminlərimiz nömrəmizi də qoyun, həm xəbərlərimizi verək. Həm xəbərlərimizi verək. Həm də İlham Əliyev məni hər gün biraz daha heyrətləndirir. İndi də diktator sözünə reaksiyası mənə təəccübləndirdi. O bəyəm özü bilmir ki, diktatordur. Bilirsə və bu sözdən xoşu gəlmirsə, o zaman niyə diktator olur? Bilmirsə, deməli, siyasi nəzəriyyələrdən biliyi yoxdur ya da tarix anlayışı sıfırın yanında bir yerlərdə sülənir. Nə baş verib? Bunu Milli Şuranın sədri Profesor Cəmil Həsənlinin şərhindən dinləyək. Avropa Şurası Parlament Assambleyasının prezidenti Theodoros Rusopoulosun Alfa News qəzetinə müsahibəsi zamanı İlham Əliyevi diktator adlandırmasını bütün dünya oxuyur.
Və Azərbaycan tərəfi də bundan əndişələnib onun adını qara siyahıya salıb. Hökumət qəzetləri və yandaş ruzinamələr həşir qoparırlar ki, bəs bizim prezidenti diktator adlandırmaq heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Bəs heç bir günahı olmadan Tofiq Yaqubluya 9 il iş verməyin adı nədir? Ölkənin seçki sistemini, hüquq sistemini məhv etməyin, günahsız jurnalistləri, vətəndaş cəmiyyəti təmsilçilərini, siyasiləri həbsxanaya doldurmağın, Azərbaycanı ata mülkü kimi idarə etməyin, ailə korrupsiyasını idarəçilik sisteminə çevirməyin, ölkənin gəlirli sahələrini ailə üzvlərinə verməyin adı diktatorluq deyil, bəs nədir? Bir ölkə başçısı ki, onun ailə və komanda korrupsiyasını ifşa edən mətbuat orqanlarını qapadır, araşdırmacı jurnalistləri kütləvi şəkildə saxta ittihamlarla həbs edir. O, yalnız diktator deyil, ənənəvi şərq müstəbididir. Tofiq Yaqublu 15-20 kilometrlik bir məsafədən güya rüşvət alıb. Tofiq Yaqubluya qarşı istintaq işində bir dənə düz cümlə yoxdur. Tofiq Yaqublunun məhkəməsi məhkəmə yox, məsəkə idi. Orada hüququn H hərfi də yox idi. 1935-ci ildə Almaniyada faşist məhkəməsi Georgi Dimitrova bəraət verdi. 2025-ci ildə İlham Əliyevin məhkəməsi şər, böhtan, qurama, yalan səhnələşdirilmiş bir məsəkə tamaşasında Tofiq Yaqubluya 9 il həbs cəzası verdi. Diktatorluq bəs necə olur? Artıq 12-ci gündür qanunsuz həbsinə etiraz olaraq ölüm acılığına başlamış, doğru dürüst bir adamı ölümlə üz-üzə qoyan diktatorluq təkəbbürü deyilmi? Bu ölkədə insan taleylərinin məhv edildiyi işgəncə laboratoriyalarını Theodoros Rusopoulos yaratmayıb ki, bu ölkədə tərtər cinayətini Theodoros Rusopoulos törətməyib ki, bu ölkəni 356 nəfərlik siyasi məhbus düşərgəsinə Theodoros Rusopoulos yaratmayıb ki, bu ölkəni korrupsiya girdabına Theodoros Rusopoulos soxmayıb ki, Tofiq Yaqublu kimi bir təmiz adamı ölüm acılığına Theodoros Rusopoulos vadar etməyib ki, bəlkə heç bir əsaslı səbəb olmadan 5 ildir ölkənin quru sərhədlərini qapadan İlham Əliyev deyil, bəlkə 6 ildir vətəndaşların sərbəst toplaşmaq azadlığını qadağan edən İlham Əliyev deyil, bəlkə 19 ildir Azərbaycan körpələrini uşaq pulundan məhrum edən İlham Əliyev deyil, bəlkə elə bu müddət ərzində öz ailə üzvlərini dünyanın ən zəngin adamlarına çevirən İlham Əliyev deyil, bəlkə 22 ildir ölkənin bütün seçkilərini dekorasiyaya çevirən İlham Əliyev deyil, diktatorluq bəs necə olur? Məhz həmin o diktatorluq nəticəsində Azərbaycan Respublikası ailə hakimiyyətinə çevrilib, məhz o diktatorluq nəticəsində bizim ölkə kleptokratiyaya yuvarlanıb, məhz o kleptokratiya nəticəsində bu ölkədə azad mətbuat və onun təmsilçiləri Kürdaxanaya göndərilib. Məhz o diktatorluq nəticəsində Əliyevin həbsxanaları şərqin ən böyük müstəbidi Məhəmməd Rıza Şahın evin və Qəsri Qacar zindanlarını kölgədə qoyub. Məhz o diktatorluq nəticəsində bu ölkənin ən şərəfli, ən ləyaqətli, ən vətənpərvər bir millət fədaisi olan Tofiq Yaqublu günbəgün, saat-pa-saat, dəqiqə-bə-dəqiqə ölümə doğru gedir. Ancaq diktatorluq şəraitində günahsız adamları belə asanlıqla tuta bilirlər. Ona görə də cənab Theodoros Rusopoulos hələ az deyib, İlham Əliyev yalnız diktator deyil, həm də Məhəmməd Rıza Şah kimi neft kəlləyinin üzərində oturmuş ənənəvi şərq müstəbididir. Tofiq Yaqublunun işi, Tofiq Yaqublunun həyat hekayəsi diktatorluğun aynasıdır. Əsəbləşməyin, o aynada özünüzə yaxşı-yaxşı baxın. Deməli, İlham Əliyev 2 ay bundan qabaq Suriyanın terörist prezidenti Əhməd Əl-Şaranı Azərbaycana dəvət eləmişdi. Və bildiyiniz kimi Əhməd Əl-Şara Azərbaycana gəlməmişdi. Açıqca gəlməkdən imtina eləmişdi.
Ve bildiğiniz kimi İlham Əliyev Türkiye'de səfərdədir. Hələ orada danışıqlar gedir, danışıqlar bitməyibdir. Ve bilesiniz ki orada İlham Əliyev Əhməd Əl-Şara Suriyanın prezidentiyle görüşübdü. Yəqin ki fotolarını görmüşsünüz, yəqin ki fotolarını 2 dənə kalustuklu teröristi görübsünüz. Yəqin ki 2 dənə kalustuklu teröristi siz görmüşsünüz. Bakın. Bakın değerli, bu adam o terör örgütü kalmadı, orada olmasın. İlham Əliyev de ona silah ötürürdü. IŞİD'in komandiri olanda El-Şara. İlham Əliyev de ona silah ötürürdü. Düzdür, İlham Əliyev çıkarlarına uygun olarak Bəşər Əsəd qaçana kimi Bəşər Əsədə karşı savaşanlara terörist dedi. Bəşər Əsəd qaçandan sonra muhalefet dedi. Bu da gedib tayını tapar, eşek angırar, tayını tapar. İlham Əliyev öz tayını tapıbdı. Maşallah olsun. 2 kalustuklu Əhməd Əl-Şara'nın keçmişine bakanda biraz qaranlıq olsa da, ama Əhməd Əl-Şara'nın indiki hərəkətinə bakanda Əhməd Əl-Şara alqışlanan adamdır. Əhməd Əl-Şara heç bir jurnalistlere həbs edilebilmez, söz azadlığı, demokratiya en pik nöqtəyə çatdırıbdır Əhməd Əl-Şara. Əhməd Əl-Şara çox ölkəsi üçün nələrsə etməyə çalışır və edir. Artık Əhməd Əl-Şara'nın başçılığı altında, dağıntılar altında olan Suriye halkı Azerbaycan xalqından qat-qat artıq yaxşı yaşayır. Birazdan Azerbaycan xalqını ora işləməyə, fəhləliyə, hamballığa, birazdan orada dolanmağa göndərəcək İlham Əliyev. Qaçıb orada dolanmağa gedəcək. İlham Əliyev daha ağır teröristdir. Əhməd Əl-Şara'nın keçmişi terörist olub. Ama İlham Əliyevin həyatı teröristdir. Bütün keçmişi də, gələcəyi də, indisi də hamısı teröristdir. Dünən də terör edib, bugün də terör edir, sabah da terör edəcək. Əhməd Əl-Şara 2 ay bundan qabaq dəvət edilsə də gəlmədi, gəlməkdən imtina elədi. Ama Türkiye'de görüşəndə İlham Əliyev Əhməd Əl-Şara'ya yalvarıb ki, sənə müəyyən nələrsə də verəcəyəm, Azərbaycana gəl. Axı diqqət mərkəzindədir Əhməd Əl-Şara, Suriyanın prezidenti. Hələ bilinmir nə olacaq. Bu arada İlham Əliyev əvvəl də İsraildən Türkiyəni biz barışdırdıq, mən barışdırdım deyərək ki, İsrailin və Türkiyənin nümayəndə heyətini Bakıya dəvət eləmişdi. Nə oldu? Oradan ne çıktı? Ne çıktı? Hollandiya xiyarı. Hollandiya xiyarı çıktı. Heç nə razılığa gəlmədilər. Heç bir razılığa gələ bilmədilər. Nabarot, tam əksinə mübahisə edib ayrıldılar Bakıdan. Vəssalam. İlham Əliyev, sən kimsən ki? Sən kimsən ki? Gör kimləri barışdırırsan.